Abbasovla oynuyor. Ramazan Abbasov. Elnur Abdulov istiqamətini ötürmə. Elnur Abdulov nə edəcək? Cərrə meydançasına ötürmə. Lakin bu ötürmə istənilən nəticəni vermir. Tural Cəlilov. Ruslan Tağzadə qaydanı pozuldu. Xeyr. Verir penalti zərbəsi. Xəzərlənkaranın qapısına təyin edilir. Ancaq Ramil Diniyev sarı vərəqə göstərildi. Kirəyə səbəb olacaq. Bu epizodda Ruslan Tağzadənin daha çox qaydanı pozduğunu düşünürəm. Amma niyə Ruslan görəsə Ramil Tağzadə, Zaman Diniyev... Mirzazadə. Niyə Bu görəsə mübarizədə Ramil Diniyev məhz Xəzərlənkaran komandasının futbolçusu Tural Cəlilovun qaydanı pozduğunu işarə edir. Və Xəzərlənkaran tamamilə ümidini üzəcək. Ramazan Abbasov və 2-2. Niyə görəsə mənə elə gəldi ki, Ramil Diniyev bu epizodda qeydə almadığı qolu sığortaladı. Bəlkə də belə bir məqam yaşanmış ola bilər. Xəzərlənkaran komandasının çox çılğın şəkildə etiraz edirlər bu epizodlara, bu gedişata. Təbii ki, bütün bunları hakim inspektor və AFFA nümayəndələri izləyirlər.